İmam Səccad əleyhissalam qarşıya çıxan sualları, verilən bütün sualları Quran ayələri ilə cavablandırmışdır. Bəs onda Kərbəla məsələsində İmam Səccad əleyhissalamın işi nədən ibarət idi? Kərbəla məsələsində İmam Səccad əleyhissalam bir neçə maarifləndirmə işləri aparmışdır. Əslində Kərbəla faciəsi zamanı İmam Səccad əleyhissalam xəstə idi. Bu da ilahi bir məsləhət idi. İmam Səccad əleyhissalam Yəzidə deyir ki, Peyğəmbər sənin babandır, yoxsa mənim babam? Əgər desən Peyğəmbər mənim babamdır, onda sən yalan demirsən. Peyğəmbər sənin babandırsa, bəs niyə görə onun övladlarına qarşı çıxdın? Onun övladlarını, nəvələrini öldürdün. Özü də böyük bir cinayət hadisəsi törətdin. Sonra üzü qibləyə dayanıb namaz qılırsan. Bir neçə insanlar Yəzidin ətrafından uzaqlaşmağa başladılar. Çünki o tarixdə hətta böyük bir cinayət törətdi.